Bu il reabilitasiya mərkəzlərində 130 minə yaxın vətəndaşa xidmət edilib. Əlilliyi olan şəxslərin, o cümlədən Vətən müharibəsində sağlamlığını itirənlərə tibbi və psixoloji yardım göstərilir. Xidmətlər fərdi proqramlar əsasında aparılır, pasiyentlər müxtəlif reabilitasiya xidmətləri ilə təmin olunurlar. Xaçmazdan süjetimiz var, izləyək. Müharibədən gələndə demək olar ki, gəzə bilmirdim. Hasa vasitəsilə gəzirdim, artıq sərbəst yolda hərəkət edirəm. Müasir tibbi reabilitasiya avadanlığı ilə təchiz olunan 14 çarpayılıq Xaçmaz Reabilitasiya Mərkəzində əlilliyi olan şəxslərin, eləcə də 44 günlük Vətən müharibəsində yaralananların tibbi, sosial, psixoloji reabilitasiyası aparılır. Bu ilin 11 ayında burada 5000-dən çox şəxs xidmətlərdən istifadə edib. Bu mərkəzimiz 18 yaşdan yuxarı əlilliyi olan şəxslərə reabilitasiya xidmətləri göstərilir. Burada həm tibbi, həm də sosial-psixoloji reabilitasiya xidmətləri ilə vətəndaşlar təmin olunurlar. Bu reabilitasiya xidmətləri hansı formada olur? Deməli, həm yatılı stasionar qaydada, həm ambulator qaydada mərkəzə gələ bilməyən vətəndaşlarımız üçün onlayn telereabilitasiya xidmətlərimiz mövcuddur. Mərkəzin səyyar komandası isə vətəndaşlara evdə xidmət göstərir. Xidmətlərə müalicəvi bədən tərbiyəsi, fizioterapiya, müalicəvi masaj, hovuz, psixoterapiya, logoped, əmək terapiyası daxildir. Burada çox xidmətlərdən faydalanıram və həm də razıyam. Adətən elektroforez, tokla olan fanaforez, darsanval, vannaları var, hovuz var. Bunların hamısına yararlanıram və çox müalicəvidir. Xaçmazdakı mərkəzdə daxil olmaqla Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nəzdində 17 reabilitasiya müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə yanvar-noyabr aylarında 130 min şəxsə xidmət edilib. Rauf Əhmədov, Elçin Qurbanov, Nərgiz Orucova, ASTV xəbər.